Son günlər şimal bölgəsində müşahidə olunan intensiv yağıntılar Qubada ciddi fəsadlara yol açıb. Rayonun 2-ci Nüqədi kənd ərazisində yerləşən Çənlibel gölündə suyun səviyyəsi kəskin artıb. Daşqın nəticəsində gölün sahilində fəaliyyət göstərən istirahət mərkəzinin bir sıra tikililəri və ətraf ərazi su altında qalıb. İnfrastruktura ziyan dəyib. Hazırda ərazidə vəziyyətin nəzarətə götürülməsi və dəymiş ziyanın miqyasının müəyyənləşdirilməsi istiqamətində işlər görülür. Quba rayonunun Əski İqırıq kəndində yol çöküb. Nəticədə kəndlərdə əlaqə kəsilib. Hazırda sürüşmə aktiv olaraq qalmaqdadır. Hadisə Quba Tüləkənan yolunun 4-cü kilometrliyində baş verib. Sürüşmə nəticəsində bu istiqamətdə 6 kəndlə nəqliyyat əlaqəsi kəsilib. Sürüşmə təxminən 100 metr məsafəni əhatə edib. Nəticədə yol infrastrukturu ilə yanaşı elektrik təsərrüfatına da ziyan dəyib. Kəndlərlə elektrik enerjisi kəsilib. Hal-hazırda sürüşmə davam edir. Bizim kənddən yuxarı 8 kəndlə əlaqə kəsilib. 50-100 metr o tərəfdə sürüşmə getmişdi, az getmişdi. Ancaq bugünkü bu dünən yağan yağışlarda çox belə təhlükəli sürüşmə olub ki, burada torpaq yol 8-10 metr dərinliyə çöküb. Sürüşmə gedib. Aidiyyatı qurumların əməkdaşları əraziyə baxış keçirib. Alternativ yolun çəkilişi ilə bağlı tədbirlərə başlanılıb. Hal-hazırda 5 saylı Yol İstismar İdarəsinin texnikası həmin əraziyə cəlb olunmuşdur və alternativ yolun açılması uğrunda işlər davam etdirilir. Elektrik dirəkləri sıradan çıxıb, amma alternativ elektrik dirəkləri var, oradan istifadə olunacaq. Qeyd edək ki, son vaxtlar yağan leysan yağışları nəticəsində yolun müxtəlif hissələrində çökmələr əmələ gəlib. Hazırda həmin ərazilərdə də aktivlik müşahidə edilir. Emin Vaqifoğlu, Diana Cəlali, Spice Xəbər, Quba.